Bəh, bəh. Bağırsaqlarım əl çalır. Bu bilirsiniz dostlar. Yaxınlaşır. Uşaqlar, dəfələrlə paylaşıram. Yaranan suallara görə deyirəm. Kefir kefirdir, qatıq qatıqdır. Kefir və chia toxumu əlavə edirsiniz, yaxşıca qarışdırırsınız və yarım saat gözləyirsiniz. Məqsəd yarım saat niyə gözləməkdir? Bu gördüyünüz chia toxumu şişməlidir. Mütləq şişməlidir ki, faydalarını insan orqanizminə versin. Uşaqlar, qanlı xolesterini aradan qaldırır. Piylərin əriməsində mükəmməl dəstəyi var. Bağırsaqları tərtəmiz edir. Hazırlayın, nəticəni görəcək, superdir. Axşam yatmaqdan qabaq, yəni şam yeməyindən dərhal yox, ən azı 1 saat sonra, yəni bağırsaq biraz boşalsın, yüngülləşsin. Bax, bu əsl faydadır. Kefir və chia toxumu. Kalsiumdan zəngindir, maqnezium faydalarını saymaqla bitməz. Hər şey sizin öz əlinizdədir. Hazırlayın, qəbul edin. Sağlam olun dostlar, sağlamlıq sizin öz əlinizdədir.